Salam, xoş gördük. Yenə mən jurnalist Ulaş Muxtar. Deməli, çox maraqlı hadisələr baş verir. Söhbət güzəştli mənzillər, yəni Midanın satdığı mənzillərdən gedir. Bugün Daxili İşlər Nazirliyi belə bir məlumat yayıb ki, Mida mənzillərini qanunsuz satışa çıxaran 12 nəfər həbs olunub. Söhbət kimlərdən gedir? Bina satışa çıxmamışdan əvvəl sosial şəbəkələrdə evlərin satışa çıxarılması ilə bağlı elanlar verib, bizə müraciət edin, biz sizə kömək edək, mənzilləri bizdən alın kimi paylaşımlar edən maklerlərdən söhbət gedir ki, onlar da həbs olunub. Bir müddət əvvəl də Mida mənzilləri ilə bağlı, satışa çıxarılan bağlı 5 saniyə ərzində bütün mənzillər satılmışdı. Onda da belə bir proses baş tutmuşdu, amma onda xakerlər adı altında fəaliyyət göstərən qrup həbs olunmuşdu. Bu dəfə isə özlərini makler kimi təqdim edən şəxslər həbs olunub. Qərarda indi yekunda biləcəyik. Söhbət nədən gedir? Bu arada xatırlatmaq üçün qeyd edim ki, bugün Midanın Binəqədi şəhərciyi satışa çıxarılıb və 8 saniyə ərzində satılıb. Kanala abunə olmağı unutmayın. Sağ olun.